Salam, hər birinizi xoş gördük. DİM 2026-cı il 7 iyun birinci şans blok imtahanında Pythona aid belə bir sual paylaşılmışdı. Gəlin sualın izahına yaxından baxaq. Sonda bizdə deməli 8 ədədin çap olunmasını istəyir və girişdə də daxil edilə biləcək cəmi neçə dənə natural ədəd olduğunu soruşur. Əgər K sonda bizdə 8 qiymətini istəyirsə, onda biz dövrlərin sayını tapmalıyıq ki, burada K neçə dəfə dövrə giriş edəcək. Bu zaman deməli, K girişdə bir vahid olduğu üçün, 1 verdiyi üçün 1 plus K bərabərdir 8. K da bərabərdir 7 dəfə dövrə girir. Deməli, bizim əlimizdə 7 dövrümüz var. 7 dövr. Sonra isə gəlin baxaq ki, dövrə yox qiymətində deməli necə icra olunacaq? S plus K vurulsun 5 verib. K girişdə 1-dirsə və hər dəfə bir vahid üzərinə gəlirsə, 7 dəfə dövr eləyirsə, deməli burada ardıcıl ədədlər var. Yəni necə? S üstə gəlinsin, K-nı 1-dən götürsək, 1 vuraq 5, üstə gələk, sonra 2 vuraq 5, sonra üstə gələk, 3 vuraq 5, üstə gələk və s. Bu cür 7 dəfə dövr edir. Biz bunu belə yazdığımıza S üstə gəlinsin. Deməli 1 plus 2 plus 3 plus 4 plus 5 plus 6 plus 7 və ortağı 5, yəni burada ortaq 5-dir. Bunu mötərizə xaricinə çıxardaq və böyük bərabərdir 250 götürək ki, yəni yox qiymətində dövrünü yoxlayaq. Buradan da S üstə gəlinsin. Buradan nə ala bilərik? Baxırıq ki, silsilədə bizim cəm düsturumuz var. Yəni bir növ riyaziyyatı tətbiq etməyinizi istəyir. Cəm bərabərdir n vurulsun, n plus 1 bölünsün 2 düsturundan geçsək, burada onda bizə nə verəcək? Yəni n'imiz olaraq 7, 7 dəfə dövrə girib axı. Vuraq 8 bölək 2. Bu da bizə nə verir? Yəni 56 bölək 2, 28. Qiymət 28-dir. Deməli, biz bura qədər anladıq ki, yəni hardan almış olduq, onu gördük. Bura yazıram S plus, deməli 28 vurulsun 5 böyük bərabərdir 250. Və buradan da 28-i biz 5-ə vursaq, bizə verir, deməli 140. S plus 140 böyük bərabərdir 250. Biz də S-i böyük bərabər 250-dən 140-a çıxsaq bizə nə verir? Gəlin səhv etməmək üçün dəqiq olsun deyə kalkulyatordan istifadə edək. Yəni çıxılsın 140. Əlimizdə qalır 110. Deməli S 110-dan böyük bərabər qiymətləri alırsa, deməli S-imiz nədir? S-imiz 110-dur. Deməli bizim əlimizdə 110 var. Bir də dövrə özündən bir vahid əvvələ qaydaq ki, biz bu 110-u deməli ən kiçik qiymətidir də tapdığımız. Bir də özündən bir vahid geri qaydaq ki, dövrə sonuncu olaraq axırıncı hansı qiymətinə girmişdir. Buradan qeyd eləyək. Bu zaman bir vahid geri gedəsi olsa, olur S üstə gəlinsin. Deməli 1 plus 2 plus 3 plus 4 plus 5 və plus 6. Vuraq 5. Bu zaman elə kiçikdir 250 axırıncı dövrə girdiyi qiymətdir. S üstə gəlinsin. Bunu da yenə cəm düsturundan istifadə etsək, n vuraq n plus 1, n'imiz 6-dır. Yəni 6-nı vursaq bir vahid artıq və üzr istəyirəm, bir vahid, özündən bir vahid böyük 7, bir də onun yarısı. Yəni 42 böl 2. O da edir nə? 21. Bunu buradan silək. 21-i buradan almış olduq. Cəm düsturundan istifadə edib. Aha. 21-i 5-ə də vuranda 5 dəfə 1-im 5, 5 dəfə 2-im də 10. 105 aldıq. Kiçikdir 250. Sonra buradan deməli 250-dən də 105-ə çıxsa bizim əlimizdə nə qədər qalır? Deməli 5 buradan, 4 buradan 145 və S-imiz də deməli 145-dən böyük. S daha doğrusu kiçikdir 145 olduğuna görə deməli bu S 144 imiş ki 145 ondan böyükdür. Bu da deməli bizim ən böyük qiymətimizdir. Ən böyük qiymətimiz. İndi həmin bu 110-dan 144 arasında, bu aralıq arasında girişdə deyir ki, axı cəmi neçə dənə ədəd var deyir. 144-dən 110-u çıxaq və üzərinə 1 gələk. O da sonu 4-dürsə, bir vahid artırıbdırsa, deməli bu da bizə verəcək nə? 35. O da B variantı.
Vəssalam, bu qədər. Ümidvaram ki, videom sizə faydalı olmuş oldu. Hələlik.